Sosial şəbəkələrdə sərbəstlik anlayışı çox vaxt məsuliyyətsizliklə qarışdırılır. Bununla bağlı tədbirlər görülməsi vacib hesab olunurdu və oldu da. İnformasiyanın mühafizəsi haqqında qanuna dəyişiklik təsdiqləndi. Qanuna əsasən təhqir və hörmətsizlik edənlər cəzalandırılacaq. Bir zamanlar sözün çəkisi vardı. Deyən də, deyilən də öz məsuliyyətini yaxşı anlayırdı. Sözə də, sahibinə də hörmət hissi saxlanılırdı. Zamanın axarı bir neçə dəyərə əl gəzdirdiyi kimi sözdən də yan keçmədi. Daha doğrusu həddini bilməyənlərdən. Bəzi dil və söz anlamazlar klaviatura arxasında özlərini pəhləvan hesab edərək kimi, necə gəldi təhqir etməyə başladılar. Düşündülər ki, belə də gedəcək. Getmədi. Dövlət işə əncam çəkməli oldu. Artıq virtual məkanda təhqir və hörmətsizliyə son qoyulur. Belə ki, sosial şəbəkələrdə təhqir və hörmətsizlik ifadə edən paylaşımlara görə cəzalar nəzərdə tutulur. Bu, Prezident İlham Əliyev tərəfindən təsdiqlənən informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında qanuna edilən dəyişikliklərlə qüvvəyə minib və qeyri-etik məzmunun yayılmasını qadağan edir. Pozuculara isə cərimə və hətta inzibati həbs cəzası da verilə bilər. Vacib olan bir addımdır və çoxdan olmalı bir addımıdır. Əgər bilirsiniz, uzun illərdir hətta ölkələri sarsıdan, cəmiyyətləri sarsıdan, ləkə atan, böhtan atan və çirkin məşğuliyyətlə, belə deyək ki, özləri üçün bir peşə seçən o qrupların qarşısına alınması, o qüvvələrin qarşısına alınması çoxdan lazımdır və hesab edirəm bu addımın atılması dediyimiz kimi bu sahənin çirklənməsinin müəyyən mənada qarşısını almağa hesab edirəm ki, gücü çatacaq. Bəli, söz əslində həm də güzgüdür. O güzgünü çirkləndirən hər ifadə gec-tez öz sahibinə qayıdır. Bu tövsiyə təbii ki, anlayanlar üçündür. Anlamayanları isə dövlət başa salır. İlk pozuntudaca 500 və yaxud 1000 manat məbləğində cərimə. Hallar ağır olarsa 30 günədək inzibati həbs cəzası. Həddini bilməyənlər üçün məncə bunlar kifayət edəcək. Bəturə Nəbiyeva, Nadir Cəllov, Space.